Salam hər kəsə. Bugün növbəti mövzumuz Hülakülər dövlətidir. Biz az öncə bundan öncəki videomuzda Monqolların Azərbaycana yürüşləri haqqında məlumat vermişdim mən sizə. İndi Monqolların yürüşünün nəticəsi olaraq xatırlayırsınızsa, 3-cü yürüşün nəticəsi nə olmuşdu? Azərbaycanda Hülakülər, yəni Monqol mənşəli Hülakülər dövlətinin yaranması. Ümumiyyətlə inşallah mövzuya keçməmişdən əvvəl bir şey sizə xatırladım ki, deməli biz həm Hülakülər dövlətini, həm də Qızıl Ordu dövlətini necə təsəvvür edəcəyik? Mən hər dəfə öz şagirdlərimə də bunu deyirəm. Fərz edin ki, hər iki dövlət bir babanın nəvəsidir, bir babanın nəvələridir. Yəni Hülakülər dövlətini yaradan şəxs də Çingizin nəvəsi idi, Qızıl Ordu dövlətini yaradan şəxs də. Yəni Batı xan Qızıl Ordunu yaratmışdı, Elxani Hülaki xan isə Elxani ilə Hülakülər dövlətini yaratmışdı və hər ikisi də Çingizin soyundan gələn Çingizin nəvələri idi. Demək ki, hər iki dövlət, həm Hülakülər dövləti, həm də Qızıl Ordu dövləti Monqol mənşəli dövlətdir. Sadəcə Hülakülər dövləti Azərbaycan ərazisində yaranmış Monqol dövləti idi. Digəri Qızıl Ordu dövləti isə Şərqi Avropa, indiki Rusiya ərazilərinə yaxın yerlərdə yaranan Monqol mənşəli dövlət idi. Çingizin belə deyək varislərinin yaratdığı dövlətlərdən idi. Belə uşaqlar, deməli Hülakülər dövləti dedik yaranacaq 1258-ci ildə. Hülaki xan Azərbaycana yürüş edəndən sonra gedir Ərəb dövlətinə, Ərəb xilafətinə də son qoyur, Abbasilər sülaləsinə son qoyur və qayıdıb gəlir Azərbaycana, yerində yaradır hansı dövləti? Hülakülər dövlətini. Burada əsasən biz 4 hökmdarın adına rast gələcəyik. Yenə mənim olmazsa olmaz metodlarımdan biri hökmdarların üzərindən gedəcəyik. Birinci baxacaq Hülaki xanın dövrünə görə. Hülaki xan nə edir? Dövləti yaratdı 1258-ci ildə. Hülaki xanın ən yaxın köməkçisi, ən yaxın məsləhətçisi bizim çox məşhur alimimiz olan Nəsrəddin Tusi idi. Hətta o bütün işlərində ondan dəstək alırdı, ondan məsləhət alırdı. Sadəcə Hülaki xan Azərbaycanda dövlət yaradır və burada Monqollara güvənir. Yəni köçmə feodallara arxalanır və Monqolistanda olan Monqolları öz belə deyək güvəndiyi Monqolları yığıb gətirir hara? Azərbaycana. Yeni yaratdığı Hülakülər dövlətinə ki, mən bu insanlardan özümə ordu düzəldəcəm, bu insanlardan özümə bir hakimiyyət quracam, bir belə deyək idarəçilik quracam və s. Onun üçün Hülaki xan dövləti yaradandan sonra nə edir? Köçmə Monqol feodallarına arxalanır, ardınca Şəhzadə Yurşuntu Arana təyin edir, Arana hakim təyin edəcək. Daha sonra hətta Hülaki xan Azərbaycanlılara yox, daha çox Monqollara güvəndiyi üçün Azərbaycanda Monqollardan ibarət hərbi dəstə də yaratmışdı ki, həm xarici hücumların qarşısını alsın, həm də xüsusən Qızıl Orduya qarşı mübarizə aparmaq üçün ona lazım olsun, dəstək olsun. Belə bir vaxtda Qızıl Ordu, yəni onun digər qohumu olan, hansı ki ikisi də Çingizin nəvəsi idi, qonşuluqda yaranan Qızıl Ordu dövləti nə edəcək? Hücum edəcək Hülakülər üzərinə və Qızıl Ordunun ümumiyyətlə Azərbaycan üzərinə deyək, Azərbaycana yürüşləri 100 ilə yaxın gedəcək. Yəni 100 il davamlı gedib gələcəklər Azərbaycanı işğal etmək üçün və elə Hülaki xanın dövründən də Qızıl Ordu ilə Hülakülər dövləti arasında Azərbaycan uğrunda müharibələr başlayacaq, ta ki uzun illər davam edəcək. Bu belə. Daha sonra ümumiyyətlə bu dövlətin, Hülakülər dövlətinin 4 dənə paytaxtı olub. Marağa, daha sonra Təbriz, deməli Marağa, Təbriz, Sultaniyə şəhəri və ən son olaraq yenidən Təbriz. Təbii ki, Azərbaycanı işğal edən başqa dövlətlər adətən əksər hallarda haranı paytaxt seçiblər özlərinə? Təbrizi paytaxt seçiblər. Deməli bu belə. Daha sonra gəlirik nəyə? Hülaki xan dövləti yaratdı, getdi. Ondan sonra gələcək hakimiyyətə Qazan xan, onun digər qardaşı olan Qazan xan gələcək hakimiyyətə. Biz Qazan xanın adını çox yerdə görmüşük. 95-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olub. Baxmayaraq ki, qısa müddətli, yəni 9 illik hakimiyyət dövrü var, ancaq çox böyük işlər həyata keçirmişdi Qazan xan. Deməli, yeni feodal, daha doğrusu Qazan xan hakimiyyətə gələndə yerli feodallara arxalanır. Məsələn, deyir ki, ay burada biz gəlib cəmaatın ölkəsini işğal etmişik, cəmaatın torpaqlarında, yəni Azərbaycan torpaqlarında dövlət yaratmışıq. Və niyə onları uzaqlaşdıraq hakimiyyətdən? Ən azından onları gətirək hakimiyyətə, onlarla yaxşı rəftar eləyək, onlara arxalanaq ki, onlar da bizi qəbul etsinlər və hakimiyyətimizi dəstəkləsinlər sonuna qədər. Onun üçün burada ağıllı strategiya qurur. Nə edir? Qazan xan nə edəcək? Yerli feodallara arxalanacaq. Bax, bu iki fərqi mütləq bilin, yəni fərqləndirməyi bilin uşaqlar. Hülaki xan arxalanmışdı kimlərə? Köçmə feodallara, yəni Monqollara, öz tayfasına. Amma Qazan xan kimə arxalandı? Qazan xan arxalanır yerli feodallara, yəni Azərbaycanlılara, Azərbaycan əhalisinə. Yerli feodallara arxalanır. Daha sonra islahatlar həyata keçirəcək ölkəni yaxşı idarə etmək üçün və bu islahatları həyata keçirməkdə də Qazan xana tarixçi Fəzlullah Rəşidəddin dəstək olacaq. Onun ən yaxın köməkçisi olur. Necə ki az öncə dedik ki, Nəsrəddin Tusi Hülaki xanın köməkçisi idi. Bu da nə deyəcək? Qazan xanın da köməkçisi Fəzlullah Rəşidəddin olmuşdu. Yəni məsləhətçi deyək, köməkçisi deməyək. Burada əsas məsələ ümumiyyətlə uşaqlar qəbulda gəlir. Yəni Hülakülər dövləti dəhşət aktual mövzu deyil. Məsələn, Səfəvilər qədər, feodal dövlətlər qədər, xanlıqlar qədər, bir çox mövzular qədər aktual deyil, amma mütləq şəkildə düşür. Yəni ümumiyyətlə bu dövr uşaqlar elə bir dövrdür ki, 10-cu əsr, 11-ci əsr, 12, 13, 14-cü əsr, xüsusən 12-14-cü əsr aralığı daha çox qəbulda gəlir və bunun üçün də bu mövzunu da biz diqqətlə yadda saxlamalıyıq. Burada yəni əsas bizə nə gəlir adətən gələndə? Gəlir Qazan xanın islahatlarından daha çox, yəni əksər hallarda islahatlardan düşür. Qazan xan islahatlar həyata keçirəcək və bu islahatlardan ən birinci hansı idi? Torpaq islahatı idi. Torpaq islahatına əsasən, bax bunları əsas yadda saxlasanız elə bir ki, mövzunun 70-80%-ni artıq bilirsiniz deməkdir. Deməli uşaqlar, torpaq islahatına əsasən nə edəcək? 1. Qazan xan hərbi qulluq göstərən, hərbi xidmət edən şəxslərə nə edəcək? İqta torpağı paylayacaq. Amma bu iqta torpağını
Divan, İncir və Bayraq adlanan torpaqlar hesabına, indi onları da izah edəcəm sizə, həmin torpaqlar hesabına verəcək. Gəlin elə yadımdakını deyim, sonra unudaram birdən. Deməli, dedik ki, İncir xan nəslinə aid olan torpaqlar idi, yəni xanın və onun sülaləsinə aid məxsus olan torpaqlar idi ki, oradan bir hissəni götürür, paylayır ona sadiq olan, ona kömək edən, dəstək olan insanlara, xidmət edən insanlara. Daha sonra bayraq torpaqları var idi ki, bayraq sahibsiz qalmış torpaqlar demək. Biz sahibsiz torpaqlar sözünü harda görmüşdük? Sasanilər dövlətində, Xosrov və Nişabanın dövründə yadda saxlayın, oxşarlıq kimi çıxa bilər qarşımıza. Deməli, İncir torpağını dedik ki, xan nəslinə aid olan torpaq idi. Daha sonra bayraq sahibsiz qalmış torpaqlar idi. Bir də divan var idi ki, dövlətə məxsus torpaqlar. Və bu üç torpaq hesabına, bu üç fond hesabına belə deyək, nə edirdi? İqta paylayırdı. Və payladığı iqtanı da həmin o iqtadar, həmin o xidmət edən şəxs sata bilərdi dövlətdən aldığı iqtanı. Nə kiməsə bağışlaya bilərdi. Sadəcə öləndən sonra, iqta sahibi öləndən sonra onun yolunu əgər davam etdirərdisə kimsə, ona bağışlana bilərdi. Bir də həmin bir iqtanı, torpaq sahələrini verirdi Qazanxan. Həmin o torpaq sahəsi ilə birlikdə bütöv bir kəndi də, bütöv bir belə deyək də məhəlləni, qəsəbəni verirdi həmin o iqtadara. Bir də Qazanxanın torpaq islahatında nə var idi uşaqlar? 1303-cü ildə təhkim olma haqqında fərman verir bu şəxs. Deyir ki, insanlar yəni bir yerdən başqa yerə köçməsin, amma bu da müvəqqəti xarakter idi, müvəqqəti hal idi. Sonra insanlar köçməyə başlayacaqlar. Bu belə, bu Qazanxanın torpaq islahatı. Daha sonra gəlirik Qazanxanın vergi islahatına. Baxın, qeyd etmişəm burada vergi islahatı. Qazanxanın vergi islahatı kəskin mübarizə şəraitində həyata keçirilir. Nə deməkdir bu? Diqqətli oluruq. Kəskin mübarizə şəraitində həyata keçirilən islahat deyə bizdən soruşsalar, nə deyəcək? Deyəcək ki, vergi islahatı. Yəni insanlar bunu qəbul eləmir. İnsanlar bu islahatın keçirilməsini istəmirdilər. Səbəb də o idi ki, bu islahat əsasən insanlar siyahıya alınır. Vergidən qaçan insanlar təbii ki, artıq üzə çıxır. Bəlli olur ki, bu şəxs indiyə qədər vergi vermirmiş və məcbur şəkildə vergi ödəməyə məhkum olunur yenidən. Və bu da insanların təbii ki, yəni xoşuna gəlmirdi. Niyə də gəlsin zaten. Belə hansı vergilər var idi? Tamğa, qopçur və bac vergiləri var idi. Tamğa sənətkarlara məxsus vergi idi. Qopçur sonradan dini vergi olacaq düzdür, amma qopçur əsasən dini vergilərin dini islahatda ləğv olacaq can vergisi hesab olunurdu. Xüsusən müsəlman olmayanlardan alınırdı. Bir də var idi uşaqlar bac. Bac da sənətkarlardan, tacirlərdən alınan vergi idi. Tamğa isə dediyim kimi sənətkarlardan. Ancaq tamğanı biz Azərbaycan tarixində çox görəcəyik, yəni uzun illər, əsrlər boyu davam edəcək. 1565-ci ildə Şah 1-ci Təhmasib onu ləğv edəcək. Amma ona qədər uzun müddət mövcud olacaq bu vergi. Belə, vergi islahatına əsasən nə edirdi? Qazanxan hansı tədbirləri həyata keçirdi uşaqlar? Dediyim kimi kəskin mübarizə şəraitində gedirdi. Vergi islahatına əsasən deməli hər bir verginin kəndinin ödəməli olduğu hər bir verginin vaxtı, miqdarı, saatı, hər bir şey dəqiqləşdirildi. Lövhələrlə küçələrə asıldı ki, hər kəs öz borcunu xatırlasın, onu görüb və vergini ödəmə qərarına gəlsin. Verginin qeyri-qanuni toplanması qadağan olundu. Mərkəzi divana həvalə edildi vergi toplanması və 3 il müddətinə icarəyə götürülə bilərdi vergi yığılma məsələsində. Daha sonra vergi islahatından sonra Qazanxanın ola bilər ki, mən ardıcıllıqla getmərəm, onu çalışacağam ardıcıllıqla gedim ki, kitabda oxuyanda da, izahını dinləyəndə də sizə rahat olsun. Daha sonra Qazanxanın səhv etmirəmsə məhkəmə islahatını biz görəcəyik. Vergidən sonra məhkəmə olmalıdır. Deməli, məhkəmə islahatında uşaqlar məqsəd nə idi? Baxın, burada biraz kiçik bir detay var, ona maksimum diqqət etməlisiniz. Məhkəmə islahatında, Qazanxanın məhkəmə islahatından söhbət gedir. Əsas məqsəd qazı vəzifəsinə layiqli din xadimi seçmək. Bir də alqı-satqı işlərində qayda-qanun yaratmaq idi. Ümumilikdə hər şeydə qayda. Zaten məhkəmə varsa söhbət deməli qayda-qanundan gedir də, elə deyilmi? Ancaq burada sırf əsas məqsəd, konkret iki məqsəd var idi. Alqı-satqıda və layiqli din xadiminin seçilməsində qayda-qanun yaratmaq. Biz layiqli din xadiminin seçilməsində qayda-qanun yaratmaq sözünü görüb də dini islahatına yönələ bilmərik. Qətiyyən bu yanlışdır. Söhbət gedir məhkəmə islahatına. Həmçinin də alqı-satqı islahatını görüb ticarət islahatına gedə bilmərik. Yaxşımı? Bax, burada maksimum diqqətli olun. Uşaqların ən çox testlərdə etdiyi səhvlərdən biri, hətta birincisi deyərdim ki, bu mövzu ilə bağlı məhz bu hissədir. Diqqətli oluruq. Təkrar deyib vaxt aparmaq istəmirəm, amma çox xahiş edirəm yadda saxlayın bu iki detayı. Daha sonra deməli, məhkəmə islahatı yarımçıq qalacaq təbii ki. Daha sonra 30 illik iddia sənədləri var ki, onlar qüvvədən düşür. Artıq yeni müraciətlər baxılır, yeni məsələlərə baxılır, münaqişələrə baxılırdı. Daha sonra məhkəmə islahatında biz nə gördük? Alqı-satqıda dedik qayda-qanun yaratmaq. Bir də seçilən yeni qazı, yəni hansı ki məhkəmədə qazlar olurdu, onlar dini şəxslər olurdu, dindar şəxslər olurdu, din xadimləri. O şəxslər bir növ öhdəlik imzalayırdılar. Yəni söz verirdilər ki, biz işimizi doğru, dürüst, qərəzsiz, vicdanlı şəkildə icra edəcəyik. Belə. Daha sonra gəlirik, məncə məhkəmə islahatına əsas hissələri dedik. Daha sonra gəlirik Qazanxanın digər islahatı olan dini islahat. Dini islahatda nə edəcək? 2 dənə məsələ var. Bir, qopçur vergisini ləğv edir. Yəni deyir ki, günahdır, haramdır, can vergisi insan yaşadığına görə niyə vergi ödəsin? Bu vergini dərhal ləğv edir və insanların, yəni əhalinin könlünü fəth etmək üçün işğal etdiyi ölkədə o xalqın, o millətin dinini qəbul edəcək. Məsələn, bunlar Monqollar kimi idi? Bütpərəst idilər. Onlarda nə İslam var idi, nə xristianlıq var idi, nə Yahudilik. Yəni ümumiyyətlə bu dinlər yox idi. Onlar sadəcə bütpərəst idilər. Ancaq Qazanxan nə edəcək? Deyəcək, mən bu millətin dinini qəbul edirəm və İslamı qəbul etdikdən sonra Mahmud adını götürür özünə. Artıq Mahmud xan adlanmağa başlayacaq. Belə. Daha sonra
Başqa buradan nə qaldı? Dini islahatı dedik, hə, Qofçu vergisini dedik, ləğv elədi, Mahmud adını götürdü. Daha sonra rabitə islahatı var Qazanxanın. Rabitə islahatında da nə idi məqsəd? Burada da 3 fərsəxdən bir yanlar yaradılırdı. Daha sonra o yanları idarə etmək üçün əmirlər təyin olunurdu, əmirlərə xüsusi aktlar verilirdi. Bir də əhalidən vəsait toplanması yam işçilərindən alınırdı. Yəni hər hansısa bir yam işçisi, yamı da bir post kimi düşünün, post məntəqəsi kimi. Yam işçisi gedib əhalidən öz başına vəsait toplaya bilməzdi. Bir də gələn qonaqların, yəni başqa ölkədən, başqa şəhərdən gələn insanların kəndinin evində gəlib gecələməsi qadağan olunurdu. Yəni bu mentalitetə görə uyğun deyildi və onun üçün nə edirlər? Karvansaralar tikilən, yəni indiki müasir pansion, otel düşünün, yəni qonaqların orada qalması üçün, yaşaması üçün bir neçə gün karvansaralar tikirdilər. Bu deməli Qazanxanın rabitə islahatının nəticələri idi. Belə uşaqlar, rabitə islahatından rabitə islahatının əsas məsələləri bunlar idi. Daha sonra hansısa bir sonuncu ticarət islahatı var. Ticarət islahatında da zaten məsələ nədir? Gömrük məsələlərində, o karvansara yollarda, yəni ticarət yollarında qayda qanun yaratmaq, xüsusən gömrük məsələlərində. Bir də vahid ölçü-çəki pul sistemi yaratmaq. Yəni yaratdı bunu Qazanxan. Bir də yadımdan çıxdı bayaq rabitə islahatında da vahid rabitə sistemi yaratmışdı. Bunu da yadda saxlayırıq. Belə Qazanxan öləndən sonra hakimiyyətə gələcək onun qardaşı Məhəmməd Olcaydı. O da onun yolunu davam etdirəcək. Onun da dövründə vəziyyət yaxşı olacaq. Amma o öləndən sonra, Məhəmməd Olcaydı öləndən sonra hakimiyyətə gələcək. Oğlu Əbüsəmət bölgədə yer olmadığı üçün çox yaza bilmirəm. Məhəmməd Olcaydıdan sonra hakimiyyətə gələcək. O 12 yaşlı oğlu Əbüsəyid. Ancaq o 12 yaşlı olduğu üçün onun yerinə onun adından ölkənin başqa şəxslər idarə edəcək. Xüsusən Sulduz qəbiləsindən qonşuluqda bir qəbilə var, tayfa var. Sulduz qəbiləsi. Onun sahibi, başçısı olan Əmir Çoban, yaxud da Çobanilər deyirik biz buna. Əmir Çoban Əbüsəyidin adından ölkəni idarə edir, ancaq hakimiyyətdə Əbüsəyidin adı gedir, yəni Hüvaqi dövlətinə. Amma əsl belə deyək də idarəçilik elə Çobanlərdə idi. Və Əbüsəyid, Əmir Çoban ona qarşı, özünə qarşı Xorasanda baş verən qiyamı yatızdırır. Daha sonra Qızıl Ordu hücum eləyəndə elədikdə onların qarşısını alır və s. Daha sonra ancaq bir də 1319-cu ildə Sultaniyədə, Naxçıvanda, bir də Gürcüstanda deməli Əmir Çobana qarşı üsyanlar baş verəcək. Və bu üsyanlarda Əbüsəyid yatıracaq. Ondan sonra Əmir Çoban onu daha da çox sevməyə başlayacaq. Hətta ona Bahadır ləqəbi verəcək. Onu öz qızı ilə evləndirəcək. Amma bu evlilik ona biraz baha başa gələcək. 1328-ci ildə Əmir Çoban qaynatasını, yəni o Əmir Çobanı, Əbüsəyid üzr istəyirəm, qaynatası Əmir Çobanı və qaynını, yəni Əmir Çobanın oğlunu edam etdirərək öldürür. Özü tək başına idarə etməyə başlayacaq ölkəni. Bu zaman Qızıl Ordu dövləti yenidən hücum edir Azərbaycan üzərinə. Bu zaman Qızıl Ordu hökmdarı Özbəkdir və 1335-ci ildə Təbriz yaxınlığında onlar arasında döyüş baş verir və bu döyüş zamanı Əbüsəyid Qızıl Ordunu məğlub edir, Özbəyi geri göndərir məğlub edərək, ancaq döyüşdən sonra özü də ölür. Öz öləndən sonra artıq boşluq tamamilə başlayır ölkədə, hakimiyyətdə və Çobanilər, Cəlalilər, digər tayfalar bu taxt-taca sahib olmaq üçün bir-birinə mübarizəyə başlayırlar və sonunda Əmir Çobanın nəvəsi Həsən Qalib gələcək və 1338-ci ildən 1357-ci ilə qədər yenidən ikinci dəfə, amma bu dəfə faktiki olaraq Azərbaycanda yaxud Hüvaqilər dövlətində Çobanilərin hakimiyyəti başlayacaq. Bu zamanda orada Məlik Əşrəf var. Məlik Əşrəf ölkəni idarə edir, ancaq ona qarşı əhali çox belə deyək narazı olur. O qədər zülm verir insanlara, qəddar hökmdar olur ki, əhali Məlik Əşrəfə qarşı üsyanlar qaldırır və Qızıl Ordu hökmdarı Can bəy ölkəyə dəvət edirlər ki, gəlsin, onları insanları bu Çobanilərdən xilas eləsin. Can bəy də gəlməklə həm Çobanilərə, həm də Hüvakilərə son qoyacaq. 1357-ci ildə Hüvakilər dövlətinə, ardınca da Çobanilər hakimiyyətinə son qoyulur Qızıl Ordu dövləti hökmdarı tərəfindən və nəticədə daha sonra isə Canı bəy qayıdır. Oğlu Bərdi bəy Azərbaycana qoyur idarə etmək üçün, qayıdır öz ölkəsinə, amma öldükdə isə oğlu Bərdi bəy də atasının öldüyünü eşidib qayıdır gedir və bu zaman yenidən Azərbaycanda boşluq yaranır.